Zəkəriya əvvəl öz halını bəyan edir. Allah Taala'ya bu cür buyurur. Qalə Rəbbi. Bəli. İznadə Rəbbəhu nidaən xəfiyyə. Zəkəriya əleyhissalam gizlincə, xəfiyyə, gizlincə Allah Taala'ya dua edir. Gizlin dua, aşkar duadan 72 dəfə təsirlidir. Hədisdə bu cürdür. Gizlin dua, aşkar duadan 72 dəfə hədis bu cürdür. 72 dəfə təsirlidir. Zəkəriya əleyhissalam gizlincə dua edir. Nidaən xəfiyyə. Allah Teala buyurur Məryəm surəsinin 4-cü ayəsində buyurur ki, Zəkəriya bu cür dedi, qalə Rəbbi, dedi, ey Rəbbim, inni vahənəl əzmi. Zəkəriya əleyhissalam deyir ki, ilahi, sümüklərim boşalıb, yəni yaşdaşmışam, sümüklərim boşalıb, inni vahənəl əzmi, sümüklərim süsləşib. İnni vahənəl əzmi minni, vaştəalər rəsi şeybə. Qocalıqdan saçım da ağarıb. Həzrəti Zəkəriya bu cür deyir. Yəni, duanın bu hissəsində bunu qeyd eləmək istəyirəm ki, buradan görsənir ki, yəni Zəkəriya əleyhissalam duasını saxlamayıb. Elə o zamana kimi duasını edib. O zamana kimi duası edib, yaşlı vaxtıdır, sümüklərim boşalıb, saçım başım da ağarıb. Vələm əkum bi duaikə Rəbbi şəqiyyə. İlahi, mən duamda sənə heç vaxt məhrum olmamışam, yəni heç vaxt naümid olmamışam. Təsəvvür edin ki, adam yaşlı vaxtında ardıcıl olaraq Allah Taala'dan istəyir və deyir, heç bir vaxt naümid olmamışam.